Herkesin anla yerine dostlar oyundan evvel verilişinin ilk buraxılışıyla birlikteyiz. Tabii ki de bu özümüz için veriliş olsun diye danışaq. Söhbət edəyə görə bu günləri biz nələr izləyəcəyik? Təbii ki də artıq bugün saat, bugün deməyək, artıq saatlarımız 19 tamamı göstərəndə biz UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsi, ikinci təsnifat mərhələsinin cavab görüşündə olacağıq və həmin görüş çox maraqlı bir görüşə olacaq. Görüşlər olacaq. Evet, Çempionlar Liqasında Kups sabah görüşündə nələr olacaq? Həqiqətən mənim özümdə maraqlıdır. Biraz çətinlik var. Təbii ki də. Sabah yaxşı klubdur. Amma öz evimizdə rahat səhv eləmirəmsə 6 dənədir mi? 6 epizodu boşa verdik. Bəlkə də vurmuşduqsa 7-1 gəlmişdir. O imkanları dəyərləndirə bilsəydik deyək. İkinci bir yandan bəzi məsələlər var ki, Kups da elə belə bir klub deyil. Finlandiyada çempion olmuş klubdur deyək. Və mən bu qarşılaşmadan sonra sabahları biz artıq niyyətimiz bizim oyundan əvvəldə düzdür, həm oyunları eləməkdir. Sabonsda ikinci bölüm, oyundan əvvəlin ikinci bölümü ilə birlikdə olacağıq. Bu görüşü nə vaxt bitirəcəmsə elə o vaxt paylaşacağım. Böyük ehtimal 20-25 dəqiqə bit olacaq. Sırf bu söhbət bugün üçündən gedir. Bugün üçündəki gecə üçündən söhbət gedir. Yəni ki, bu videonu geçer şurada paylaşsın. Neyse. Evet, sabah inşallah Kups təmsilçisini keçər. Rəqiblərlə danışacağıq bu arada. Sabah Kupsu keçəcək nə olacaq? Gəlin baxaq. Sabah Kupsu keçəcək Təqdirdə Azərbaycan adından 250 xalı yazdıracaq ki, toplam hesablar 20.687 xalla olacaq. Və hələ də İsrail təmsilçisinə gəlib çata bilməyəcəyik. Bu da bizi əsəbləşdirir təbii ki. Bilirəm ki, İsraildən uduzanlar, bolalar bu həftə ərzində en azından iki klubların və yaxud bir klubu onların konferans liqasına əlvidə eləməsi bizim üçün böyük bir şans olacağını düşünürəm. Niyə də olmasın ki? Gəlin başlayaq Çempionlar Liqasının üçün təsnifat mərhələsindən. Dünənlərə bu görüşləri göstərmişdim sizə. Üçün təsnifatı göstərməmişdim belə bir şeyləri. İkinci təsnifatın Avro Liqasıdır bu. Üçüncü təsnifatda Çempionlar Liqasında Mijal Lincoln Iberiya Slovan Bratislava gəlir. Bu arada bu görüşdən hansı bugün oynanılacaq baxaq. Söhbət Lincoln Mijal bir görüşü var ki, oranın qalibi yenə qayıtdı başa. Evet, dediyim kimi İberiya Slovan Bratislava üstünün qalibi ilə oynanılacaq. Və bu biraz çətinlik yarattı sözünüzü bizə. Çünki çox istəyərdim ki, sabah Kups səhdini keçəcək təqdirdə İberiya Slovan Bratislava gələrdi. Onları məğlub eləmək asan da olardı kimi düşünürəm. Amma indi gələk bura sabah Kups üstünə gələcək isə sabah Kupsda AGF Lech Poznan görüşünün qalibi ilə oynayacaq ki, Lech Poznan AGF-ni 1-4 hesabıyla məğlub eləyib. CSKA Sofia neynir ola bu 3-1 Qarabağın işçəsində. Evet. Baxacağım ona birazdan. Sabah Kups AGF Lech Poznan görüşündə həqiqətən biraz çətinlik var. Sabahın rəqibindən danışaq, ona çətinlik var. AGF Lech Poznan, daha ki buna danışmayacaq. Hələ bugün hansı oyunlar var, o barədə danışacağıq. Sən Lincoln Mijal bir gələk oyunundan danışaq. Dediyim kimi o da Slovan Bratislava İberiya ilə düşür. Amma bu oyunu idarə eləyənlər Yunanistanlı hakim. Yunanistan hakimi indiyə qədər 2 dəfə konferans liqasını oynayış eləyib. Maraqlıdır. Lincoln səfərdə düzülmüşdü Mijal bir klubuna.
Öz evində ümid edirəm ki, qələbə qazanacaq. Bu arada Lincoln da artıq belə deyim ki, burada uduzsa düşəcək Avroliqaya. Avroliqanın üçün təsdifatına. Avroliqanın üçün təsdifatını uduzsa konferans liqasının artıq play-offunun gələcək səhv eləmirəmsə. Dinamo Zagreb Tuhun görüşünə gələk. İnşallah dediyim kimi görüşü Tuhun qələbə qazanar. Çox istəyirəm. Bolqarlı hakim onu idarə eləyəcək. Çünki bizim qabağa getməyimizə ölkə xallarından biri məhz Xorvatiya klubunun uduzmasıdır. Digər yandan Celje Eqantiya görüşünə gəldiyimiz zaman Celje'nin də qələbə qazanmasını təbii ki istəmirik. Eqantiyanın qələbə qazanmasını çox istəyirəm. Niyə də ki istəməyim? Çünki orada bizim Eqantiyada Azərbaycan millisinin eyni zamanda Qarabağın yetirməsi olan Zamiq Əliyev var. Bu arada Zamiq Əliyev Celje Eqantiya görüşünün cavab oyununda olacaq. Batı Poliv Divqalo 3-2. İlkən çox istəyirəm. Elinizə qələbə qazanır. Həm də Albaniyanın adına lazımdır bu ölkə xalı. Albaniyadan danışacağım birazdan. Fenerbahçe'nin rəqibi artıq bəlli olmağa yaxındır. Sturm Graz görüşündə Sturm Graz 4-0'lıq üstünlüyü alıb Şotlandiyada. Bilmirəm artıq nə olacaq. Şampiyonlar Ligi'nin digər qarşılaşmalarında Shamrock Rovers Ararat Armeniya görüşündə üz-üzə gəlirlər. Ararat Armeniya Ermənistan klubu 2-0'lıq Şimali İrlandiya, bu İrlandiyadır normal. İrlandiya klubunu məğlub eləmişdi. Öz evində eminim ki, Shamrock Rovers'da elə Ararat Armeniyanı məğlub eləyər. Konferans liqasında isə tam fərqli bir şeylər olacaq ki, burada artıq kimsə aşağı düşə bilmir. Uduzunsa artıq Avropa ilə əlaqə kəsəsən. Burada da böyük ehtimalla Dila Gürcistan təmsilçisi artıq əlaqəsini kəsəcək deyə düşünürəm. Aha. Yəni Dila dediyim kimi dönəndə video çəkmişdim mən. Burada dediyim kimi Gürcistan təmsilçisi əgər uduzacaqsa Dila bu oyunda qələbə qazanıb uduzsun. Ölkə xalı yazsın Gürcistanla. Riga Vardar görüşünə gəldiyimiz zaman isə Vardarın da artıq Vardarın uduzmama ehtimalı da var. Bu da ki sol altında ha. Letonya'da bu. Evet, Letonya, Şimali Makedoniya. Maraqlı görüş olacaq. Sabah buradayıq inşallah. Oyundan əvvəlin ikinci bölümündə bir olacaq. Oyunları canlı müzakirə edəcək. Görək ki, kimlər hara gedəcək, kimlər nə edəcək. Həm də mən sabah kurs görüşündə bərabər ola bilməyəcəyik. Təəssüflər olsun. İkinci yarıda yəqin ki, bir olacaq. Ya da ki, belə şeydən çəkiş eləyərik. Təkliklə danışarıq. Ümumi olaraq. Üzümüzdə göstərərək nələr oldu maslarda deyə. Oldu. Hadi. Evet, buradan kimin uduzmasını mən istəyərəm? Bolqaristan mı? Slovakya mı? Təbii ki də Bolqaristan. Hadi Bolqarlar. Drita Florina görüşünə gəldiyimiz zaman Malta, Kosova görüşü var. Məncə Kosova alır ya bu maçı. Malta o qədər də zəifdir. O qədər güc deyildi deyə düşünürəm. Drita bu maç alır. Bugünün də bax belə oyunlar var. Gəncəcək üçün təsvifat. Oyundan əvvəlin üçün təsvifat mərhələsindəyik. Yaxşı, oyundan əvvəlin üçün təsvifat mərhələsində isə indi çəkəcəm az sonra. Hələlik sağ olacaq, bəzən çəkəcəm.